Salam arvatınız xeyir olsun. Çox hörmətli Azərbaycan xalqı, yetim xalq, zülüm çəkən xalq, işıqsız qalan xalq, qazsız qalan xalq, yolsuz qalan xalq, susuz qalan xalq və ölkə başçı cənab hörmətli prezidentimiz. Salam aleyküm, hər vaxtınız xeyir olsun. Bizim müraciətlər nədir? Biz o qədər Azərbaycan vətəndaşı ucuzlaşıb, o qədər Azərbaycanda qanun, informasiya, mətbuat saxtalaşıb, xalqı eşitmir. Hər kəs deyir ki, mən xalqa xidmət edirəm. Kimə xidmət edirsiniz? Ay vəzifəli şəxslər, ay məmurlar, ay pullular, kimə xidmət edirsiniz? Kimə? Ciblərinizə, özlərinizə, nəslinizə, başqa kimə xidmət? Yalandan niyə ad qoymuşsunuz? Biz xidmət edirik. O xidmət eləməyə görə pul aldığınız pul sizin haram qoşunuz olsun. Sizin burnunuzdan gəlsin. Gəlin kişi kimi biz necə ki müharibə oldu. Mən Əliyev Vasif Balakanoğlu 5 dəfə Xəzərbaycan hərbi komissarlığına gelmişəm, mən müharibəyə gedirəm. Sən harada ölmüşdün? Bir saxta diplom qoymuşsan cüvvə, oturmuşsan böyük bir vəzifədə, oturmuşsun hərəsi bir vəzifədə. Yalandan cəmaatı incidərək xidmət edirsiniz. Hansı xidmətdir? Sizin xidmət, kimə xidmət edirsiniz? Siz nə cənab prezidentə xidmət edirsiniz, nə də xalqa. Siz ciblərinizə xidmət edənsiniz. Siz ciblərinizə xidmət edən məmurlarsınız. Siz cibinizə xidmət edən vəzifədə oturanlarsınız. Hansı şəraitiniz yoxdur? Kimin, hansı məmurun evində su yoxdur? Hansı məmurun evində çay yoxdur? Hansı məmurun evində çörək yoxdur? Hansı məmurun evində yol yoxdur? İşıq yoxdur, qaz yoxdur? Hansı məmurun? Hamısında var, evinizin sənədi necə var? Çünki hər şey sizə aiddir, bunu niyə açıqlamırsınız? Belə də biri danışanda dövlət, mən düzgün işləməyən vəzifəli şəxsləri dövlət məmuru saymıram. Bugünkü gündə dövlətə qarşı çıxan tanıyıram, terörist tanıyıram bunu. Mən bu dövlətə qarşı kim düzgün işləmir, mən onları terörist gibi tanıyıram. Mətbuatı da aldınız, yaxşı pulunuz var. Bu kasıbların, bu ölülərin, bu dirilərin, bu xəstələrin haqqı ilə mətbuatı da aldınız əlinizə. İnformasiyanı aldınız əlinizə. Hər şeyi aldınız əlinizə. Nə istəyirsiniz? Mənim sizə daha sözüm yoxdur. Ay vəzifəli şəxslər. Çünki mən burada vicdan, əqidə belə bir şey görmədim. Siz nə prezidentə hörmət elədiniz, nə ülü öndərə hörmət elədiniz, nə xalqa hörmət elədiniz, nə qanuna hörmət elədiniz, nə qaydaya hörmət elədiniz. Sizin cibləriniz hər şeydən siz üçün üstündür. Bəli, əgər üstün olmasaydı, mənim müraciətlərimdə gəlin mənə deməzdilər. Siz o çıxışları pozun. Bəli, mən çıxışları diyandırdım, sən neynədin? Sən neyin işindəsən də? O boyda vəzifələri zənət eləmişsiniz. Niyə zənət eləmişsiniz? Yalandan da prezidentə deyin. Bunlar dövlət əleyhinə, bir dənə kağız yazın, filankəs dövlət əleyhinə. Dövlət əleyhinə çıxanın kişiliyində payı yoxdur. Dövlət əleyhinə çıxanın vicdanı yoxdur. Prezidentə qarşı çıxanın vicdanı yoxdur. Namusu yoxdur, qeyrəti yoxdur. Mən şəxsən Əliyev Vasif Balakanoğlu xalqımla, mən vəzifəli şəxslərə qarşı çıxıram. Halbuki bizim haqqımızı yiyib və bizdən yuxarıdan aşağıya sanki bu dəqiqə Azərbaycan xalqı bir quyunun içindədir. Bunlar da yuxarıdan baxırlar, lağlağı eləyirlər. Xəzərlərin icra hakimiyyətində oturan Gülbala 20 gündür mənim hanım cənab prezidentə telegrama yollamışam. Halil onun cevabı. Telegrama təcili yardım. Eyni bir şeydir. Hani ondan sonra bir tane de telegrama vurdum. Yani siz öz səlahiyyətini bilmirsiniz. O kadar savadsızsınız, öz səlahiyyətini bilmirsiniz. Öz səlahiyyətini bilmeyen bir tane pul yığmayı bilirler. Bunu hamısı bacarır. Tapatarap koşulmuşsunuz. O obyekt yasilərlə bir yerde cəmaatın da qanını içirsiniz. Obyekt yasiləri cəmaatın qanunu bir tərəfdə sorulur. Siz de bir tərəfdə. Bəs kimə siz xidmət edirsiniz?
Sizin prezidente hizmetiniz yoktu. Çünkü prezidente hizmet ediyen halkına hizmet edecek. Siz cebinizden başka hiç kimi tanımadınız. Siz bu devleti kuran Ulu Önder'in adına hürmet edemediniz. Anadolu'ya edemediniz. Siz o boyda muharebede zafer çalan bu halkın prezidentine hürmet edemediniz. Benim size sözüm yoktu. Benim cənab prezident'e çok xahiş edirəm. Öz ülkene, öz milletine, öz halkına sahip çıkın. Çok hürmetli cənab prezident. Bizden təcili bir alaka yaradın. Bizden təcili bir diyalog yaradın. Bizden bir təcili görüş götürün. Ahali vaziyeti pistir, ahali yanır, ölür, mahvolur. Bunların hiç vecine değil. Bunların elinde bir tane budur. Kim neyse dedi devlet aleyhine. Devlet aleyhine. Ne kadar oldu devletin aleyhine. Ben devletin aleyhine niye gitmeliyim? Ben nazi işleyeceğim devlet aleyhine çıkıyor. Ya kal. Pensiyası kesilen nazi seçilir. Deputat seçilir. İcra nümayendesi seçilir. Belediye seçilir. Ne seçilenir bunlar devlete karşı çıksınlar. Siz yalan niye danışırsınız? Adam der ben acından ölürüm. Der devlet aleyhine çıkın. Adam der benim gazım yoktu der devlet aleyhine çıkın. Adam der benim işim yoktu der devlet aleyhine çıkın. Adam der benim yolum çıkın yoktu der devlet aleyhine çıkın. Adam der ben suyun içinde yaşıyorum der devlet aleyhine çıkın. Bu ne mesela diyelim bir tane ay savaşsız vazifeli şahs. Sen bir tane fikirler. Acından ölen bir insan acından ölen bir şey mahvdir. Onun ne halı var o devlet aleyhine çıksın bir. İkincisi de ki bu senden çöreği istiyor. Bu yaşama istiyor. Sen dersen devlet aleyhine çıkın. O senden vazife istemiyor. O senden pensiyasını istiyor. O senden çöreğini istiyor. O senden hakkını istiyor. Sen dersen devlet aleyhine çıkın. Haram olsun sana. Haram olsun sana. Devlet aleyhine çıkmayla bir tane sahiyet açırsız canmak için uzanmırsınız. Ben sözümü hiçbir çekinmirəm. Benim Azerbaycan halkı eşitsin. Çok hürmetli Azerbaycan halkı eşidin. Ben hakkımı ve milletin hakkını deyirəm. Bana hiçbir vazife lazım değil. Ben devletimi ve cənab prezidentimi isteyen bir kişiyim. Ben de müracaat edirəm ki, deyirəm ki, bunun ahırı o sabahların millet var ha, hamdül Allah'a, hamısı cana yıkılacak, çıkacak küçüyelara. Hele böyle de ölür. Hani azlıktılar ahır. İstemirler, imkan vermirler, bir cana prezident, hamısının adına çıkın cana prezident. Xahiş edirəm, müracaat edirəm. Hamısı prezidente hürmetle müracaat edirəm. Sizin o səhvləriniz var, ay vəzifəli şəxslər, ay məmurlar, ay obyekt yəsiləri işbazlar, ay yolları obyektlərinə görə yolları azaldanlar. Harada yolu azaldırsan o yolu düzeltsen pulun var. Sanat düzeldirsen icranın elinden çıkırsan yola. 5 metre, 3 metre. Cemaatın gedişini kesirsiniz. Hele o pulu icraya verirsen o yolu düzeltte kapakından yolu. Sen benim hakkımı yersen pulu vapalı verirsen ola buna. Emlaka verirsen. Emlak komitesi Kamsamul dairesinden yukarı. Senetsiz bir eve hiçbir senet yormayayım. Kommunaldan başka ona neçeye düzeltin o seneti. Buna cevap vermelisiniz emlak. Rüstem Şahbazov cevap ver yine. Sen değildin ki bu cemaatin ahirli senette sanat vermirdin. O sanatı size verince sanat vermişsin. Sen kimsin sen? Sen hadi bize düşmezsiniz. Sizin hakkınızı silebilirsen durmuşuz. Belki sizin değil. Kudur musunuz? Kim verirsiniz? Milyonları yersiniz. Hansı şerefsizi tütüler? 15 milyon, 1 milyar, 20 milyon. Ne oldu bizim hakkımızı ne kadar yersiniz? Çok hürmetli Cenab-ı Prezident bu cemaati kabul edin. Xahiş edirəm bu cemaati kabul edin. Xahiş edirəm bu cemaata bir alaka sağlayın. Ülke uçulup gitti. Yoktu ülkede yoktu. Hamısı bu vazifeli şahsların eğmeden hareketleri.
O boyda matbuatı hamısı puldan almışsınız. Yeni Azerbaycan Partiya taşıyacaktı. Niye oturmuşsan sen? Pederlerinde oturmuşsan. Ne iş görürsen? İndiyeceksin hansı bir yetimin siz maraqlanmışsan. Düz danışay da. Ben sana demişim. Demişim Namık Müəllim. Cəmiyyətdən maraqlanmayı lazımdır. Cəmiyyətin vəziyyətini maraqlanmayı lazımdır. Bu devleti korumayı lazımdır. Oturmuşsan orada çıkamalı yok, parti yok cəmiyyətdən. Düz deyirəm de ben. Ben düzü danışım, bana düşmançılık edeceğim. Günde o bir tane avar verişler getirdi. Tanışırlar. Bunların icrasları, bütün icraslar tanışırlar. Eyli insanlar, eyli icras. Akşam gittiniz bir arazide yetimyesini çağırdınız siz icrasa. Ay yetimyesi sizin derdiniz nedir? Haca çağırmışsınız. Bakın da bütün icraslara bakın, eyli insanlardır. Kim? İşçi devlet içinde onlarda başka hiç kim yoktur. Başlarında bu ben koyda sahtekarlık eləmeyin. Ve yalandan cemaatin adından istifade edip devlet aleyhine sözünü reddeyin buradan. İşlenmeyin o sözü. Deyin ki cemaat bize karşı çıkıp, demeyin devletin kabağına çıkıp, devlet aleyhine çıkıp, prezidentin karşı danışırlar. Bunlar hamısı sizin zibillerdi. Bunlar hamısı sizin işlerinizdi. Cemaat prezidenti de sevir, devleti de sevir. Sizin var ha, bu pul yığma meselesiniz var ha, bu bizi mahveledi. Cemaat hamısı gitti uçurum ben. Çok sağ olun, dikkatinize teşekkür ediyorum. Ben Ali Vasif Balakanoğlu, ben indiyeceğim Yeni Azerbaycan Partiyası'na öz kişiliğimle, öz vicdanımla ben hizmet edeceğim. Düzgün ya, bu son vaxtlarda partiyanın adını her yere yayan bana. Düz danışan kişiyim bana. Size danışına bir kere ben niye danışmışsınız? Sizin güzel felamir, size pul, acaba pulla görülen iş, sahte iş olur. Çok kayış edilen ülke başçısından, çok defalarla halkın adından kayış edilen ülkenize sahip çıkın ve cemaattan bir alaka sağlayın. Vaziyet yaxşı değil, vaziyet gitti uçuruma. Hepsi pula satılıp. Pul, bunların başını da mühür yerine pula vururlar. Daha mühür de layıklı bunlar için. Mühür puldu. Çok sağ olun, teşekkür ederim. Yeni Azerbaycan Partiya Təşkilatının faal ve kişi üzvü Ali Vasif Balakanoğlu.